Doğuşalar. Doğuşalar bir əfsanədir, bir nağıldır, bir tarixdir. Doğuşanın sevgisi kaş məndə olardı, kaş səndə olardı, səndə olardı, səndə olardı. Bu zalda olan hər kəsdə olardı. Amma Doğuşaların ürəyini az qırılır. Doğuşanın Allahı çox böyükdür. Doğuşanın alqışı da böyükdür, qarqışı da böyükdür. Doğuşanın həyatında olmağı üçün birinci növbədə dürüst olmalısan. Səmimiyyətini qorumalısan, təkəbbürlü olmamalısan, ailə canlı olmalısan, dəyər verməlisən, işləməlisən. Doğça əlində olanı bölüşür. Amma Doğça düşdüyü zaman heç kim Doğça ilə heç nəyə bölüşmür. Bir Doğça sən əlindən tutub səni sahiblənirsə, düşdüyün o quyudan səni çıxardırsa, bu Doğçanın ürəyinin təmizliyidir. İndiyənə qədər Doğça kimin əlindən tutub o qaranlıq quyudan çıxardıbsa, o insanlar Doğçanı qaranlıq quyunun içine atıb. Unutma, Doğçanın səmimiyyətinin ən gözəl sevgisi onun daxili şəxsiyyətidir. Onun həyatında olan cəsarətidir.